Psixoterapiyada belə bir pozuntu var. Buna posttraumatik stres pozuntusu deyirlər. Hansı ki, situasiyada travma baş verir. Həmin anda insan stres səviyyəsini o qədər güclü formada qəbul edir ki, nə edəcəyini bilmir. Həmin stresin simptomlarını bir neçə müddətdən sonra yaşamağa başlayır. Posttravmatik stres pozuntusu ən çox bu müharibədə, nə bilim, sel, daşqın, fəlakət baş verən və qəzalar falan da bu situasiyaya aiddir. İnsanların yaşadığı simptomlar bir müddətdən sonra halüsinasiyaları görmək ola bilər, yuxu pozuntuları ola bilər, qulaqlarından səs gələ bilər, gözünə hansı bir görüntülər gələ bilər. Sonra davranışlarda qəzəbli və əsəbi ola bilər, ağlama krizlərinə, donuq stupor vəziyyətlər ola bilər və ən ağır vəziyyətdə intihar situasiyaları da ola bilər. Çünki travmanın verdiyi stres sonradan daha ağır formada geri qayıtmalı olur. Ən yaxşı formada yaxınlarının edə biləcəyi davranış tərzləri həmin şəxslərə təbii ki, daim yanında olmaq, dəstək olmaq, onların daha çox təmiz havada, istirahətdə olmalarını yönləndirmək, onlarla vaxt keçirmək, əgər hər hansı bir ağlama krizlərinə tutulursa, qarşısını almamaq, onların emosiyalarını rahat formada ifadə eləməkdən şərait yaratmaq lazımdır. Təbii ki, bunun terapevtik istiqaməti də var ki, bu kimi insanlarla mütləq ki, psixoterapiya aparılmalıdır.